Müasir dövrdə müstəmləkə imperiyası qalıbmı? Deyərsiniz ki, demək olar ki, qalmayıb. Bəziniz də Rusiyanın da adını çəkər bu məsələdə. Lakin müasir dövrdə Avropanın müstəmləkə dövlətlərindən müəyyən qırıntılar qalmışdır və onlar öz müstəmləkələrini saxlamaqda qərarlıdırlar belə göründüyünə görə. Beləliklə dünyanın 5 ən böyük müstəmləkə dövləti, yəni müstəmləkələri qalan dövlət. 5-ci yer Portuqaliya və İspaniya. Bunların ikisinin bir yerdə hardasa 4-5 adası qalmışdır ki, içində ən böyüyü Azor və Madeira adalarıdır ki, bunlar da Portuqaliyaya mənsubdur. Vaxtilə amma dünyanın ən böyük müstəmləkə imperiyası idilər bunlar. 4-cü yer Niderlanddır ki, 6 adası var hazırda əlində və bunların ən böyükləri Aruba və müqəddəs Marten adasıdır. Üçüncü yerdə Amerika Birləşmiş Ştatları gedir ki, bunların 6 koloniyası var, Niderlanddan böyükdür. Ən böyükləri Marshall adalarıdır və Puerto Rico'dur. İkinci yerdə İngiltərə gedir. Vaxtilə müstəmləkələrində günəş batmayan İngiltərənin cəmi 16 xırda-xırda müstəmləkələri qalmışdır ki, ən böyükləri Bermud üçbuzağıdır, Falkland adalarıdır. Və ən nəhayət birinci yerdə Fransa gedir ki, onun 13 müstəmləkəsi var. Düzdür, sayına görə Britaniyadan azdır, amma ərazisinə görə Britaniyadan böyükdür və ən böyükləri isə Yeni Kaledoniya və Braziliyanın təxminən şimal-qərb şərqində yerləşən Gviana, Fransa Gvianası adlanan deməli ölkədir ki, buranın 98 min kvadrat kilometr ərazisi vardır.